Yel çərşənbəsi ilə xalq arasında bir çox adətlər mövcuddur. Məsələn, bu gün insanlar ev-eşikdə təmizlik işləri görür, həyət-bacada təmizlik işləri görür, budama işləri görür. Hətta məsələn, bir ağacın oyanmasını istəyirlərsə, onu biraz belə yellədirlər. Evdə, eşikdə işlənməmiş, yorğan, döşək, barxana nə varsa bunların hamısını, yelə verirlər ki, o yel onun, ağırlığını götürə bilsin. Və, xalq arasında yellə bağlı inanclarda hətta, insanlar düşünür ki, yelin hansı tərəfdən əsməsi, necə əsməsi, demək ruzu, bərəkətin bol olub-olmayacağını, təbiətin, soyuq və isti keçəcəyini, insanların, dolanışığının yaxşı olub-olmayacağına tərəf yoza bilirlər və, bu çərşənbə təbiətin 4 əsas ünsürü ilə bağlı olan qədim dünya görüşünün həm də bir hissəsini ifadə edir və dirçəliş prosesini ifadə edir.